Uşaqlar, bizdən soruşurdunuz ki, GTA-da hansı serverdən istifadə edir? Hal-hazırda bütün yarış masalarımız bir serverə qoşulub. Serverin adı uşaqlar Five'ın AZ serveridir. Yəni serverə söz ola bilməz, server idealdır. İstənilən hava şəraitini yaratmaq mümkündür. Hal-hazırda Bakı xəritəsində, Hökumət evinin qarşısında gördüyünüz kimi. Az belə deyim, günəşli, yağışlı, belə deyim, şaxtalı, birinci masaya bir dənə gedə bilərsən, birinci masanın bir dənə çək zəhmət olmasa. Tamamilə qarlı hava şəraiti mümkündür. Qismən yağışlı hava şəraiti mümkündür. Saatı dəyişə bilirsiniz. Oyunçuların belə deyim formalarını nə deyirlər ona? Yadımdan çıxdı. Oyunçuları nəysə, istifadəçilərini dəyişə bilirsiniz. Tam yadıma sala bilmədim nə deyirlər konkret olaraq. Maşınları dəyişə bilirsiniz. Sedan, SUV, sport, nə bilim, 2 qapılı hatchback, liftback, nə bilim, bütün də belə deyək, maşınları nə axtarırsınızsa, mən inanmıram ki, axtardığınız maşına elə bir maşın var ki, burada bu serverdə olmayan, yəni o biraz çətin məsələdir. Five'ın AZ serverinin yaradılmasında əziyyəti olan hər bir kəsə buradan təşəkkürlərimizi bildirir və serveri aşağıda taq eləyəcəyik. Girib izləyərək dəstək ola bilərsiniz. Ən azından dəstəyinizi bu şəkildə bildirmiş ola bilərsiniz. Onu da qeyd eləyək ki, artıq ikinci filialımızın ünvanı bəllidir, amma sizi biraz da intizarda saxlayacağıq. Növbəti videolarımızda ünvanın yerini, daha doğrusu obyektin yerini və təfərrüatla digər videolarda, hazırlama mərhələsində olan videolarda sizlə paylaşacağıq. İzləmədə qalın. Gecəniz xeyrə.